Hər vaxtınız xeyir olsun, dəyərli tamaşaçılar. Mən Mübariz Vəliyev, Ləzzət Ovçusundan sizi salamlayıram. Bugün səfərimiz Şamaxıyadır. Bugün Şamaxıda olacaq. Şamaxıda, bazarda qiymətlər neçəyədir? Hansı məhsullar var? Eyni zamanda Şamaxının gəzməli, görməli və xüsusi təamlarını dadıb ləzzətlərini sizinlə bölüşəcəyik. İndi isə vaxt itirmirəm. İstəyirəm ki, Şamaxıda, bazarda nələr var? Birgə tanış olaq. Beləliklə biz Şamaxı bazarındayıq. Əlbəttə Şamaxı bazarı adətən şənbə və bazar günləri daha aktiv olur. Amma yenə də biz bazarda görək nələr var. Hal-hazırda gördüyümüz gün bazarda sakitçilik müşahidə olunur. Bazarın bir qapalı bir hissəsi var, bir də bu. Yay aylarında daha aktiv olur. İndi isə bu aylarda əlbəttə bazarda durğunluq olur. Çünki Şamaxı adətən yay aylarında, yaz aylarında, daha payız aylarında daha bol və çeşidli olur. Elə biz bazarın ən yaxşısı içəri tərəfdə məhsullarla bir-bir tanış olaq, görək qiymətlər neçəyədir. Məsələ oradadır ki, bəzən məhsul almağa və ya qiymət soruşmağa gəldiyimdə satıcıları görə bilmirəm. Hal-hazırda burada kartof görəm, amma qiyməti yoxdur və soruşacaq da adam yoxdur. Salam aleyküm. Necəsi qardaş, xoş gördük. Sağ ol, çox sağ ol. Çiyələk neçəyədir? Çiyələk 4. Çiyələk 4 manatdır. Hardan gəlir çiyələk? Cəllabaddan gəlir. Cəllabaddan, hə. Bazar olsun. Sağ ol. Sağ ol. Burada isə süd və süd məhsullarının satışıdır. Bazar qapalıdır, daha səliqəlidir. İndi isə görək qiymətlər neçəyədir? Sizi çəkmirik. Hə, yumurta neçəyədir? Yumurta neçəyədir? Sizi çəkmirik ay xanım. Mən məhsulu çəkirəm. Hə, yumurta 20 qəpikdir, sumaq. Sizin deyil, turşular. Eləmi? Hə. Pendirlər xüsusi soyuducuda saxlanılır. Bax, qarşı vitrin gör nə səlqəli təmizdir. Məncə bütün süd məhsulları eləməz, bax bu şəkildə olsa daha yaxşı olar. Pendir neçəyədir? Pendir 7 manata. Bəs şor? 2 manata şordur. Əvvəlik neçəyədir? 2 manatdır, bazar olsun. Bəs sizdə turşu neçəyədir? Həmin turşu. 2 manata. Hə, gözəl. Bəs tut mürəbbən neçəyədir? Gör nə gözəl. 25 manat. Hə, əla. Bazar olsun. Süd neçəyədir ana? Manat yarıma süddür və qatıq mövcuddur. 25 qəpikdir, kənd toyuq yumurtasıdır. Bəs bu zoğal əzməsidir deyəsin. Bu neçəyədir? 2 manat. Qiymətlər yaxşıdır. Allah hamıya imkan versin. Gəlib rahat bu məhsulları da ala bilsinlər. Yağ neçəyədir görəsən? Qiyməti yoxdur yəqin yağı. Satan da yoxdur. Məhsul burada, amma satan isə yoxdur. Kaşır da var. Gedək, niyəsə bəzən məhsulu satarkən məhsulu satanları müşahidə etmirik. Salam. Hər vaxtınız xeyir olsun. Pendir neçəyədir ana? Pendir 7 manat. Haram pendirdir? Şamaxı. Kətlənin. Hə. Bəs şor? Şor 2 manat. Aha. Əla. Bəs yağ neçəyədir ana? Yağ 20 manat, 25 manat. 20 manat, 25 manat olan fərqləri nədir? Yəni alış qiymətinə baxacaq. Hə, indi 20 manata verirsiniz. Qaymaqdan əldə olunan yağıdır. Əla. Turşular neçəyədir? 2 manatdır. Bax, sizin də soyuducu buradır. Hə, maşallah olsun. Yağ hardan gəlir sizə? İncəxaran. Hardan? İncəxaran. Şamaxının İncəxaran. Ha.
Bazar olsun ana. Salam aleyküm. Necəs qardaş? Nə var, nə yox, yaxşısınızmı? Hə, şükür. Xoş gördük, xoş gördük. Nətər alver varmı gələn gedən? Allah bərəkət versin. Azdan çoxdan gələn olur. Hə, şükür. Bu aylar zəifçilik olur Bəli. ümumiyyətlə bildiyim qədər. Amma yenə də az da olsa min şükür. Bəli, bəli, şükür. Şamaxıya ait olan nə məhsulunuz var? Qoz ləpəsi var, fındıq ləpəsi var, badam ləpəsi var, şamaqla. Eləmi? Qabaqlı qoz, fındıq, bəli, var. Neçədir bunlar? Qozun ləpəsi 15 manata, şamaqlı ləpəsi. Qabaqlı qoz 5 manatdır, yeri qozdur. Eləmi? Yeri badam qabaqlı 5 manatdır, bəli. Yerli badam. Bəli. Burada badam da olur da, Bəli, eləmi? bizim göylər kəndi olur, bəli. Bəs Va yeri lavaş turşlardır, şamaqlı Bunlar. üzümdür, bəli. Sumaqlardır, şamaqlı. üyüdülmüş istot neçədir? Stot 20 manat kilosu. Kilosu 20 manatdır. Sarımsaq Sarımsaq 5 manat. O da yeri. 5 manatdır. Bəli. Bazar olsun. Sağ sağ. Xeyirli işlər olsun sizə. Sağ ol. İstənilən bazarda gigiyenik qaydalara riayət etmək üçün elə məhz bu əl yumaq üçün və əl sabunu və su olmalıdır. Bu hər bazarda qarşımıza çıxmadı. Ümid edirəm ki, bütün bazarlarımızda elə məhz burada gigiyenik standartlara cavab verən bu üslubda təmizliyi qorumaq üçün əsaslı avadanlıqlar və əşyalar mövcud olacaqdır. Salam aleyküm. Aleyküm. Necəsən ana? Çox sağ olun, var olun. Hə, Allah köməyiniz olsun. Balqabaq tumu neçədir ana? 1 manat. 1 manat stəkanı 1 manat. Hə, sumaq harandır? Bunlar dağ kətlərindən. Dağ kətlərindən gəlir. Hə. Şamaxıya aid nə var burada? Şamaq yağı, turşu, nohud, Noxud, turşu, sonra hə, lobya neçədir? lobiya. Bax, elə təmizlənmiş lobiya 7 manat. Təmizlənmiş 7 manat. Hə, beləsi isə Beləsi isə 5 manat. 5 manat. Hə, bazar olsun. Bu balaca lobyalar neçədir? Bunlar 4 manat. Balaca lobyalar 4 manatdır. Buna nə deyirsiniz siz? Qanqal tumu. Adətən nəyə istifadə edirlər? Onu qoruya qatırlar. Hə, qovururlar. O vaxt biz də bunu duzla vurub belə qovururdular. Buğda qovurqasına qatırdılar. Doğru mu dedim? Bəli. Hə, bazar olsun ana. Bəs şey neçədir müxək? 1 manat. Qiymətlər bazarda yaxşıdır. İnsanların da inşallah ki imkanı olar elə məhz bu məhsullardan rahatlıqla gəlib alıb istifadə edərlər. Bu aylarda bazarda ümumiyyətlə durğunluq olur. Yay aylarında isə daha aktiv olur. Bazarda olması lazım olan əsas tullantıları atmaq üçün qablar da mövcuddur. Bax görürsünüz belə qab var. Halbuki bu çox bazarda görmürəm bunu. Burada əl yumaq üçün yer var idi. Bax belə bir neçə yerdə arada bax. Məsələn bu ərazidə mənə yaxın ərazidə 1, 2, 3, 4 bir neçə dənə belə tullantıları atmaq üçün qablar mövcuddur. Döşəmə isə görürsünüz səliqəli, təmiz. Bu bazarda gigiyenik qaydalarını qoruyan əsas səbəblərdən biridir. Yerdə heç bir belə zibil görmək olmur. Ümid edirəm ki, Azərbaycanımızın bütün bölgəsində olan bazarlar da elə məhz bu qaydada təmiz və səliqəli olar. Gül satan olmasa da güllər buradadır. Qiymətlərini soruşmaq istədim, amma çox gözəl, səliqəli görsənir. Necəsiz, yaxşısınızmı? Müştəri varmı? Bazar varmı? Əlhəmdülillah, şükür. O papaqlar neçədir? Bax o quzu dərisindən olanlar. Baxa bilərəm belə. Əziyyət olacaq, əlinizdə iş görürsünüz. Bu müəyyən, bu papaq Azərbaycan şeyinə görə 60 yaşın üzəri olan kişilər qoymuş bunu, eləmi? Siz daha yaxşı bilərsiniz, istəyərəm məlumat verəsiniz. İndi bu sünətən qabaq keçmişdə bəylər də bundan qoyub. Hə. Yəni pullu olanlar bundan qoyub, olmayanlar dədə-baba çoban papağı qoyub. Yəni adi bizim milli qoyunların papağından qoyub. Görəsən necə olur? Belə biraz imkanlı adamlar bunlardan. Bunlar neçə olur belə? Bunlar 300 manat. Papağa alış nətərdir əvvəlki vaxtda? Zəifdir. Zəif. Zəifdir.
Turistlər daha çox alırdı böyük ehtimal. Hə, turistlər də alırdı, əsas yerli papaqları alırdı, çoban papaqları. Hə, belə tüylülərdən. Hə, onları yaxşı alırlar. Burada hacılar, mollalar, nə bilim, din xadimləri, muğam ustaları alırlar. Amma bundan əvvəl lap yəni 18-ci əsrlərdə, hətta 19-cu əsrin ortalarına qədər belə, sonuna qədər gənclər bunun daha qısasını və bir ara hətta 91, 92, 93, 94-cü illərdə belə mod idi. Gənclər hamı bu papaqdan qoyurdular. Bazar olsun, Allah bol müştəri yetişsin. Nətərsən qardaş? Salam aleyküm. Xoş gördük, necəsiz? Allah səni var eləsin. Keyfiniz necədir? Nə var, nə yox? Sonsuz Maşallah, nə gözəl ətdir, maşallah. var eləsin. Neçədir bu ət? Ət 16 manata qurban olum. Aman maşallah, maşallah. Yerdə şamaxı buzu idi. Buzovdur, özü Bəli, buzov. bəli. Həmlə kəndindən kəsilib. Həqiqi deyirsən. Allaha and olsun. Maşallah. 1 kilo verdi mənə bu. Sən qurur, sizə qurban. Allah Nətər razı olsun. Nətər olsun. Nə tər versən mənə qəbuldur. Yumuşağı da olsun. Belə Üstəlik. zəhmətlərindən verir. Yox, yox, elə canəhti yox. Belə tikə verir. Tikə olsa olar. Tərəziyə nə qoyur, qonaqsız qurban. Yox, yox, qoy. And olar. Yox, Allah razı olsun. Bu əti çox bəyəndim. Bax, ətə baxan kimi al mənə deyir. 2 kilo da ola bilər. Tərəziyə qoymadım. Yox, 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 xahiş edirəm. Mən pulsuz heç nə almıram ki. Bu çəkməklə. Yox, yox. Bax ki. Vallahi yox, mən pulsuz heç nə. Bu harasıdır? Bunu bil. Çalaquz ətidir. Ətin ən gözəl yeridir. Amma bu da nəyə deyir? Bu çalaquz ət. Bacıoğlu. Ha. Bu saxla bir dəqiqə. Yox, yox, mən indi almıram, belə Mən almasın. səndən ehtiyacım var. Alım. Ehtiyac sahibi deyilik də, şükür Allah. Allah kömək. 2 kilo olsun, yoxsa nətər? 2 kilo olsa yaxşı olur. Bu 40 manatlıq ətdir. Bunlar Çox oldu mən. 40 manat 99 köpü gəlir 40 manat. 2 kilo 650. Yaxşı ver. Bu doğru bir dənə. Doğrasaz əli olar. Quzu əti neçədir? Harbi, qalan qoçaq. Hə, qoç neçədir? Bu sət 16 manat. 16 manatdır. Zaten son da mən bu bildiyim kimi verir. Ha, ha, gözəl doğra. Gözəlliyini verir. Görünür. Maşallah, maşallah. Qoç əti isə 16 manatdır. Allah malınıza, mülkünüzə, elminizə, canınıza bərəkət versin. Allah bütün Azərbaycanımızda daimi qorusun. İnsanlara sağlam və bərəkətli ömür nəsib etsin. Bazarla yaxından tanış olduq. İndi isə Şamaxının Avaxlı kəndinə bizi qonaq dəvət ediblər. İstəyirik ki, gedək Avaxlı kəndində nələr var, nələr yox. Hansı ləzzətlər var, bircə ovlayaq. Bu arada elimizin adət və ənənələrinə görə getdiyin evə əli boş getməzlər. Bunun üçün də bir marketə üz tutduq. Marketdən lazım olan məhsulları alıb evə qonaq gedirik. Beləliklə məhsulumuzu aldıq. Bir yerə qonaq gedəndə hansısa paya alanda demək düz deyil. Mən ümumiyyətlə marketdən alış-veriş minimum dərəcədə edirəm. Paketlənmiş qidaları almıram. Konservləşmiş məhsullar almıram. Yəni xüsusi qablaşmış məhsullar almıram. Ekoda olan məhsullar almıram. Yəni evin birinci təminatı olan məhsullar alıram. Ki hansı ki %100 təbii və sağlıqlı olan qidalar. Hə, maşallah, salam. Salam. Necəsiz? Çox sağ olun. Hə, qutablardan nəyin var? Ət qutabdır, qarın qutabdır, göy qutabdır. Maşallah olsun. Bura çox məşhurdur qutabınla. Ona görə elə burada dayandıq avtomobilimizi. Burada əyləndik, istədik qutab. Göy qutabın tərkibində nələr var? Daş kişnişidir, ıspanaqdır, ondan sonra cincilimdir, pəldir, şomudur, kişnişdir, quşaq bəydir. Maşallah. At görək də nətər olur. Görək qutabımız necə.
Özdə xəmirində incə eləyirsən maşallah. Bir göy qutabı eləyərsən görə. Yağ da vurursunuz içinə. Pendir də vururlar istəyəndə, şor ya pendir. Mən pendirli istəyərəm, olar mı? Dostlar, Şamaxıda hal-hazırda hava soyuqdur. Hətta yuxarılarda qar var, hava çox dumanlıdır. Mən elə bildim ki, hava burada isti olar. Biraz kutkazaq geymədim. Amma hava soyuqdur. Belə soyuq havada, ocaq başında qutab yeməklə öz gözəlliyi var. Təmizdir yeri, səliqəlidir. Çox bəyənirəm. İndi istədim elə ləzzət ovçusu olaraq bu ləzzətlərin də dadına baxaq. Qonaqlar gəlib alıb yolda yeyirlər ya burada əyləşib yeyirlər adı. Burada da əyləşib yeyirlər. Əyləşmək üçün yerimiz varmı bu? Onda olmasa biz əyləşərik, həm də tanış olarıq. Buranın aşpazı ilə, qutabçı ilə tanış oldum. Həm də görə iş yerləri necədir? Bu haqda da sizə birazdan görüntülər və ətraflı məlumat verəcəyik. Göyərtimiz burada. Deməli, bəzi yerlərdə, xüsusən də bunu bildirmək istəyirəm, göyləri yumurlar. Elə necə toplanırsa, bazarda necə alırlarsa, elə də doğrayıb istifadə edirlər. Elə etməkdə məqsədləri göyərtinin tez xarab olmaması üçündür. Amma burada diqqətimi çəkdi ki, göyərtini yuyublar, hətta üzərində su belə qalıb. Göyüm mən bol istəyərəm. Bəs Hafiz, sən necə? Məndə də köy olsun. Səndə də göy bol olsun. Bəs sən? Məndə də həmçinin köy olsun. Hikmət də həmçinin göy bol. Yoxsa ət qarın istəyərsin? Hafiz qarın istəyir, sən? O da qarın istəyir. Görürəm, elə yaman qarınlamısınız. Mən göy və pendir istəyərəm. Bəh. Bu pendir düşdü bura ki, mən dadına baxım. Bismillah. Bəh. İndi isə qutabı göy vurduqdan sonra bol göy ətini vurub. Bəh. Bax. Qutab belə olar. Ona görə buranın qutabını sevirəm də. Ona görə. Çünki bəzi yerlərdə göy ətini elə bir duz səpirlər içinə. Belə yalandan belə eləyirlər, oldu göy qutabı. Qutabın qiyməti neçədir? Göy qutabı. Göy qutabı 2 manat. Qarın, ət qutabı 3 manat. Əla. Bəzi yerlərdə qarın, ət daha ucuz ola bilər. Amma necə ətdir, necə qarındır, bu da bir sualdır. Biz qutabı hazırlayınca gedib o qoşa bulaqdan yaxşı bir su içim yeməkdən əvvəl, sonra gəlib qutabı yeyərik. Qarın qutabında bişirəndə ət qutabında gələcək. Bu məkanın işlətməçisi olan Bəylər müəllimlə tanış olduq. Bir daha necəsiz, yaxşısınızmı? Çox sağ olun. Yəni bizi gördü, həm də yaxınlaşdı, istədi bu mövzu haqqında məlumat versin. Qoşa bulaq haqqında istəyirdim, elə girdim su içməyə bu arada. Bizim elə bu ərazinin adı müəllim Qoşablaqla bağlıdır. Aha. Bu dədə-babadan bu Qoşablaq axır burada. Bu bulaqda neçə film canlanır, çəkilir. Eləmi? Bildiyim qədər Dədə Qorqud filminin bir reportajı elə burada çəkilib. Bəli, zənnim yadımdan çıxmışsa Burla xatının burada o bulaq başında gəlib əlin yuması, nə bilim, nələr burada çəkilir. Bir də bu Parisin Dərviş Parisi partladı. Bəli. O kinoda da bu bulağımız var, Qoşa bulaq. Eləmi? Hə. Bəs bu bulaq yay aylarında da belə qaydada gəlir. Bəli, həmişə belə axır. Yayı, qışı. Yayda müəllim bu elədi ki, əli altında tabii o qədər soyuqdur ki, buz kimi. Həcmdə olaraq bu həcmdə. Həcmdə olaraq belə. Oradan da su çıxır, eləmi? Bəli, elə o da Qoşablaqdan artıq olduğuna görə əlavə sular oradan. Qoy içək görək necə bir bulaq sudur. Bismillah. Bismillahirrahmanirrahim. Çox gözəl sudur, çox. Gedək qutabımızı yeyək indi. Gördüyümüz kimi bax bura əsl Şamaxı qatığı və təmiz nehrə yağıdır. Qoy görüm, baxım görüm.
Bismillah. Hə, təmiz nehrə ya. Mən istəyirəm içəridə görüm yer varsa, bayır çox soyuqdur. İçəridə əyləşib qutabımızı yeyək, sonra hansı ailə ilə tanış olacaq, sizinlə bərabər o ailəyə qonaq gedərik.